Hər kəs salam dostlar. Bu gün sizinlə həqiqətən məni də çox həyəcanlandıran bir proyekt olan CryptGPT ilə tanış olacağıq. Bu layihə artıq, yəni nəzərdə tutduğum bu token artıq Bioeconomy və Mex kimi nəhəng birjalarda list olunub. İndi bu haqqda daha ətraflı videoda danışacağıq. Amma videoya keçməzdən əvvəl onu demək istəyirəm ki, bu videoda heç bir yatırım tövsiyəsi yoxdur. Nə də mən yatırım tövsiyəçisi deyiləm. Bu video sadəcə informasiya məqsədilə çəkilmiş bir videodur. İndi keçək videoya. Bəli dostlar, gəlin artıq ən vacib xəbərlərdən danışaq. CryptGPT artıq Bioeconomy Exchange, VIX və Mex kimi nəhəng birjalarda artıq listelənib. Bu layihənin nə dərəcədə ciddi olduğunu göstərən ilk təəssüratlardan biridir. Mən gələcək listinqlər haqqında danışmaq istəyirdim. Amma bilin ki, bu Bioeconomy Exchange və Mex və VIX birjalarında listlənməsi hələ artıq başlanğıcdır. Mart ayının ilk həftəsində layihənin daha bir böyük birja listlənməsi gözlənilir. Hətta Bybit və Binance kimi, yəni Tier 1, Tier 1, yəni nömrə 1 birjalarda listlənməsi gözlənilir. Həmçində bu çox yaxındadır. Mən token yandırma, yəni burn haqqında danışmaq istəyirdim. Mart ayında böyük bir token yandırma prosesi baş tutacaq. Artıq əhəmiyyətli miqdarda token yandırılıb və bu qiymətin artması üçün birbaşa təkan verən səbəbdir. Həmçində ən vacib məqamlardan biri də budur ki, ümumi tədarükün 68,75%-i artıq Pink Sale-də 1 illik kilidlənib. Mən videonun irəliləyən zamanlarında bunu sizə göstərəcəm. Bu investorlar üçün həmçində maksimum təhlükəsizlik və uzun müddətli etibar deməkdir. Videomuzun ikinci hissəsi haqqında danışmaq istəyirdim ki, bu da market cap icmalıdır. Və qiymət və hədəf haqqında danışmaq istəyirdim. Gəlin rəqəmlərə baxaq. Hazırda qiyməti ekranda görürsünüz. Amma analitiklər və layihənin gedişatı göstərir ki, hədəf 200-300 plus dollar arasındadır. Yəni 200-300 dollardan plusdur. Ekranda bu qiyməti hal-hazırda görürsünüz. Market kapitalizasiyası və 24 saatlıq həcm və ən aşağı, ən yüksək qiymətləri də həmçinin hal-hazırda ekranda görürsünüz. Bunlar heç də zarafat ediləsi qiymətlər deyil. Həqiqətən mən də çox bəyəndim bu proyekti. İctimai rəy haqqında danışmaq istəyirdim. Hal-hazırda bədbin, yəni bir iş olsa da CryptGPT icması tamamilə bullish yönümlüdür. 53 mindən artıq çox izləyicisi olan böyük bir kütlədən danışırıq. Yəni Twitter hesabında göstərəcəm. 53 mindən artıq izləyicisi var. Birjalar Mex, Bioeconomy və VIX birjalarında həmçinin bu CryptGPT-ni trade eləyə bilərsiniz. Yəni bu tokeni orada işləmlər aça bilərsiniz. Videomuzun üçüncü hissəsi haqqında danışmaq istəyirdim. Bu da rəsmi saytın icmalı olsun. Ümumiyyətlə layihənin mahiyyəti ondan ibarətdir ki, rəsmi sayta daxil olduqda ilk qarşılaşdığımız şeydir. Yəni layihənin vizyonu. CryptGPT sadəcə bir token deyil. O süni intellekt, yəni AI texnologiyasını blockchain ilə birləşdirən geniş bir ekosistemdir. Hal-hazırda mən white paper təhlil etmək istəyirdim. İndi isə yuxarı menyudan white paper bölməsinə keçək. Burada layihənin texniki arxitekturası, algoritmləri və gələcək planları ən xırda detallarına qədər yazılıb. Ciddi investorlar üçün bura mütləq oxunmalıdır. Əgər yəni layihə haqqında daha ciddi məlumat, daha detallı məlumat istəyirsinizsə, bu white paper oxumanızı məsləhət görürəm. Təhlükəsizlik və audit haqqında danışacaq olarsaq isə saytda biraz aşağı düşməliyik və CyberScope audit hesabını tapmalıyıq. Bu çox vacibdir, çünki audit layihənin kodlarında heç bir boşluq olmadığını və investorların vəsaitlərinin təhlükəsizliyini təmin etdiyini sübut edir. Bu şəffaflığın ən bariz göstəricisidir. İstifadə sahələri isə token real dünyada tətbiqinə baxaq. CryptGPT ekosistemində bu token həm ödəniş vasitəsi, həm də süni intellekt xidmətlərinə giriş üçün istifadə olunacaq. Yəni bu tokenin arxasında real bir fayda var ki, biz də bu faydadan faydalana bilərik. Bu real faktdan faydalana bilərik. Videonun dördüncü hissəsi, yəni part 4-ü isə roadmap haqqında olmalıdır. Roadmap haqqında danışmaq istəyirdim daha doğrusu. Hal-hazırda siz 2026-cı ilin RUB1 hədəflərini görürsünüz. Burada roadmap'a baxırıq və dediyim kimi 2026-cı ilin
birinci rubi haqqında məlumatları görürük. Bu rub olduqca qaynar keçir. Ən böyük hədəf isə Binance və Bybit kimi Tier 1, nömrə 1 birjalarda listelənməkdir. Bu baş verərsə qiymətdəki sıçrayışı özünüz təsəvvür edə bilərsiniz mənim fikrimcə. CryptoKart launchu haqqında danışmaq istəyirdim. Eyni zamanda həmin bu 2026-cı ilin 1-ci rubunda öz kriptokartlarını təqdim etməyi planlaşdırırlar. Bu o deməkdir ki, siz CryptoGPT tokenlərinizi gündəlik alış-verişlərdə birbaşa kart vasitəsilə xərcləyə bilərsiniz. Yəni birbaşa kart vasitəsilə xərcləyə bilərsiniz. 2026-cı ilin ikinci rubunda isə AI birjasının qurulması haqqında bəhs olunur. Yəni bu layihə öz süni intellekt əsaslı mərkəzləşdirilmiş birjasını CX işə salmağı planlaşdırır. Bu ekosistemin tam müstəqil olması deməkdir. Daxili alqı-satqı, yəni daxili trade isə birja işə düşdükdən sonra istifadəsində birbaşa platformalara ehtiyac duymadan tokeni birbaşa CryptoGPT platformasında alıb sata biləcəklər. Bu həm likvidliyi artıracaq, həm də istifadəçi sayını artıracaq. Həqiqətən də çox gözəl fürsətdir ki, sayt haqqında artıq özümüz saytın daxilində isə artıq özümüz alım-satım eləyə biləcəyik. Videonun 5-ci hissəsi olan tokenomika haqqında danışmaq istəyirdim. Hal-hazırda siz saytda tokenomika qrafikini və CoinMarketCap-i görürsünüz. Daha doğrusu CoinMarketCap-i daha sonra göstərəcəm. Token paylanması, tokenomics bölməsini detallı araşdıraq. Tokenlərin ümumi paylanma strukturu elə qurulub ki, bazar manipulyasiyasının qarşısı alınsın. Komanda, marketinq və inkişaf üçün ayrılan paylar layihənin uzunömürlüyünə hesablanıb. Qlobal tanınma, yəni press release, indi isə CoinMarketCap-daki rəsmi press release-i açaq. Gördüyünüz kimi dünyanın ən böyük kripto məlumat platforması olan yəni CoinMarketCap CryptoGPT haqqında xüsusi məqalə dərc edib. Bu həqiqətən də ciddi bir məqamdır. Çünki bu layihə qlobal səviyyədə qəbul edildiyini göstərir. Yəni bu layihənin qlobal səviyyədə qəbul edildiyini göstərir. Yəni CoinMarketCap-da məqalənin dərc olunması. Mən ekosistem partnyorları haqqında danışmaq istəyirdim. Burada həmçinin listing partnyorlarını və ekosistemin digər üzvlərini görürük. Bu qədər böyük tərəfdaşlarla işləmək layihəyə olan etibarı həqiqətən də 2 qat, 3 qat artıran səbəblərdən biridir. Mən videonun 6-cı hissəsi olan BSK Scan tədarük verifikasiyası haqqında danışmaq istəyirdim. Buna görə də biz bskscan.com saytına müqavilə ünvanına daxil oluruq, yəni kontraktına daxil oluruq. Ümumi tədarük, total supply, bura blockchain-in ürəyidir. Canlı olaraq görürük ki, ümumi tədarük 800 milyon tokendir. Nə bir əksik, nə bir artıq. Tamı-tamına 800 milyon tokendir. Hər şey də çox şəffafdır. Hal-hazırda qarşınızda görürsünüz. Holderlərin analizinə keçmək istəyirdim. Holder bölməsinə baxsaq, insanlar bu tokeni necə topladığını və cüzdanlarında saxladıqlarını aydın görmək olar. Həmçinin 68,75% kilit sübutu var ki, əsas məqam da budur. Tədarükün 68,75%-i Pinksel vasitəsilə 1 illik kilidlənib. Bu holder siyahısında ən böyük pay kimi göstərilir. Ən böyük pay kimi daha doğrusu görünür. Lakin bu pay bazara çıxa bilməz. Bu qiymətin qəfil düşməsinin, yəni dump olmasının qarşısını alan ən böyük baliş faktordur. İnvestor güvəni isə bu qədər böyük məbləğin kilidli olması o deməkdir ki, komanda layihəyə inanır və uzun müddətli inkişafa maraqlıdır. Bu isə investorlar üçün birbaşa güvən səbəbidir. Videonun 7-ci hissəsi isə Pinksel haqqında danışmaq istəyirdim. Bayaq demişdim ki, 68,75% kilidlənib. Yəni mən deyəndə ki, tokenlər kilidlidir, rəsmi sübutla da göstərirəm. Burada həm kilid müddətini, yəni 1 il, həm də vesting, tədricən açılma müddətini, cədvəlini özünüz yoxlaya bilərsiniz. Hal-hazırda ekranda da görürsünüz. İndi hal-hazırda isə mən Twitter, indiki adı ilə isə X hesabı haqqında danışmaq istəyirdim. Onlar öz X hesablarında
çox aktivdir, həqiqətən də çox aktivdir. Hər gün yeni partnyorluqlar və yeniliklər paylaşır. Gəlin son bir neçə tweetə baxaq. Hal-hazırda son paylaşdıqları bir neçə tweeti görürsüz. Mənim də həqiqətən çox marağımı çəkir, çox aktivdirlər. Demək olar ki, hər gün dəfələrlə yeni tweetlər paylaşırlar. Bu qədər. Twitter hesabı haqqında bu qədər. Ümumiyyətcə yekunlaşdırsaq isə və ümumi xülasə onu demək istəyirdim ki, gördüyünüz kimi martın ilk həftəsində onlar artıq Binance və MEX kimi nömrə 1 birjalarda listing olunmağı gözləyirlər. Bu token yandırma 68%, 68,75% kirli tədarük və dediyim kimi nömrə 1 birjalarda listing olunma hədəflərdir. Üzr istəyirəm. Qiymət xatırlatmasını eləmək istəyirdim ki, $200-300 hədəfi heç də uzaqda deyil. Həqiqətən də bu proyekt üçün çox yaxın planda gözlənilir. Amma hər kəs öz araşdırmasını etməlidir. Yəni bu videoda onu demək istəyirəm ki, mən yatırım tövsiyəçisi deyiləm, nə də bu video ümumən yatırım tövsiyəsindən ibarət deyil. Videonun da başlığında dediyim kimi bu video sadəcə məlumat xarakterli daşıyır. Dostlar, videonu izlədiyinizə görə hər birinizə minnətdaram. Ümidvaram ki, CryptGPT proyekti haqqında, yəni bu layihə haqqında ümumən olsa da biraz məlumatlandıra bildim sizi. Videonu izlədiyinizə görə təşəkkürlər. Gələn videolarda görüşəndək. Sağ olun.